Sizi xoş gördüm, hörmətli kanal izləyicilərimiz. Bugün sizi Yeni Bakı Yaşayış Kompleksinin arxasında gözəl bir 2 mərtəbəli 4 otaqlı evimizin təqdimatındayım. Təqdimata dəhlizdən başlamışam. Evdə elektrik lampalarını da yandırmamışıq. Nə qədər işıqlı olduğunu özünüz şahid olursunuz. Çünki bütün aynaların qarşısı açıqdır. Və dəhliz, mətbəx, qranit betlaq, isti poldan təchiz olunub. Baxın, dəyərli izləyicilərimiz. Bura mətbəxdir və üstünlüyü budur ki, irəliləyən dəqiqələrdə onu izah edəcəm. Bura bağ hissəsidir, pəncərəsi öz bağına baxır. Bu cümlə deyək, əlavə torpaq sahəsi var və pilləkənlərin alt hissəsində kladovkadır və istipolun xəttə bu hissəyə yığılıb. Bura sanitar qovşaq, geniş sanitar qovşağı var. Bura evimizin qonaq otağıdır, tavanı hündürdür. Bu işdə cüt daşdan inşa olunub, fundament, kəmər hər birisi mövcuddur. Keçək evimizin ikinci mərtəbəsinin təqdimatına, sonda isə həyətyanı sahəsini və digər bağ sahəsini də göstərəcəm. Mərtəbə arası monolit betondur. İkinci mərtəbədə bölgü dəhliz vasitəsilə aparılıb. Burada yerləşir yataq otağından birincisi. Gördüyünüz kimi hər bir aynanın qarşısı açıqdır. Burada növbəti yataq otağı yerləşir və bu yataq otağından birbaşa eyvana çıxışı var. Bura sonuncu yataq otağı. Abşeron rayonu Masazır qəsəbəsi. Yeni Bakı Yaşayış Kompleksinin arxa tərəfində bilirsiniz ki, bu ərazi gözəl ərazidir və birbaşa Əliyağa Vahid heykəlinə də yaxındır. Demək olar ki, qapısına can asfaltdır. Gözəl bir ərazidir, havalıdır, hündür ərazi. Bu ərazidə hamısı böyük evlərdir, şəxsi evlərdir. Həyətyanı sahəsini göstərim sizə. Həyətyanı sahəsinə rahat şəkildə avtomobil daxil olur. Komet daşlardan üzlənilib, kombi üçün bu hissədə yer ayrılıb. Evimizin üz görünüşünü də göstərim sizə. Belə bir gözəl üz görünüşə malikdir evimiz. Qiymət də münasibdir, kupçalıdır. Torpağın da evin də kupçası var və evin üstün cəhəti odur ki, evi gördüyünüz hissə, bu hissə kupçadır. Evində torpağında, amma bu hissədə sənədsiz olaraq əlavə 3 sot yarım torpaq sahəsi var ki, bu da sizə məxsusdur. Avtomobilinizi burada saxlayırsınız. Burada bağ, bağça, nə istəyirsə istifadə edə bilərsiniz. Bu üstünlüklərdən biridir. Əlaqə nömrəmiz 051-635-1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. Bir daha yerin xatırladıram. Əliyağa Vahid heykəlindən birbaşa bura, bu evə gəliş var və Yeni Bakının arxa hissəsindən də birbaşa gəliş var. Hamısı asfalt yoldur. Əlaqə saxlayın, tez bir zamanda bu evə siz sahib olun. Bir daha yanındakı ev də var ki, o da 110 min manata təklif olunur. Yanındakı ev 110 min və 125 min. 110 min. 110 min və 125 min təklif olunur. 051-635-1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz.